Herkese salam, sabahınız xeyir. Bugün mənim av günümdür. Əslində bu gün deyil, dünən idi. Amma mən dünən ailəmlə toy kəsmişdim. Bugün isə dostlarımla eləyəcəm. 2 dənə dostumu çağıracağam və birlikdə parti eləyəcəyik. Bu qardaşım olacaq təbii ki. Evi falan bəzədim. Hələ hazırlaşmamışam. Birazdan deyib hazırlaşdım. Onsa sizinlə seçdim dostunu. Şarlar almışdım. Şarları indi bayaq atam gildə doldurdu. Biraz da qalıb onları da ağzına dolduracağım. İndi helyumla onları bitirdik. Divarlar falan bəzədim. Geri qalan hər şeyi indi eləyəcəm. Çünki biraz gec durdum. Yəni bunu boymalıram. Nəysə, indi yeməmi yeyirəm və videoya davam edəcəm. Spoy verim. Burada divar bəzəyimiz var. 14. Dışarılar falan var. Burada raman. İndi azlaşmaya başlayıram. Öncə saçımdan mı başlasam görsən. Məncə ilk olaraq makyajdan başlamalıyam. Çünki makyaj daha doğru gəlir indi mənə. İndi qapatıcıyla başlayacağım. Qapatıcım budur. Təzə almışdım usta. Alt günündən bəri Doya Like mahnısı ilə video paylaşıram. Hər yerdə, bütün platformlarında. Instagram dahil. Yayıram özümə. Əslində mən bunu belə işlətməliydim, belə. Amma belə başlamışam, artıq belə davam edirəm. Səhv elədiyimi bilirəm. Yorumları yazmayın. Əvvəlki telefonumda kameradan elə bilmirdim makyajımı, amma bu dəqiq göstərdiyim bunu elə bilirəm. Bir hissdir. Bunu təmizləməm lazımdır. Neçə həftədir belədir bu? Bir aydır bəlkə. Bir dəfə təmizləmişəm ondan bəri. Yəni pinti deyiləm, prosto yəni. Vaxtım olmur. Üzümə qapatıcını yardırdım. İndi pudra vuracam. Saçımı arxaya eləməliyəm. Mənim bir birthday tacım var. Onunla eləyə bilərəm. Çünki indi normal tacım yoxdur, yəni belə saçımı arxaya vermək üçün. Amma məndə ondan yoxdur indi. Bunu da baxacağım, mən də tərəfdən yoxlayacağım. Tamam. Kamerada tərs durur, çünki mən kameranı açı çevirib şey eləyəndə üzüm qəşəng görünmür. Belə eləyirəm ona görə. Ama birthday girl yazır üstünde, birazdan göstereceğim onu. Şimdi bunu eləyəcəm makyajım. İndi isə sırada pudra var, həmişə kimi. Bunu necə işlətmək lazımdır? Gah belə eləyirəm belə. Yəni səhv bildiyim üçün mən yargılamayın. Sadəcə 14 yaşım var mənim. Mən make-up artisti deyiləm. Bunun üstüne eləyəcəm, bu qədər getdi. Clean girl makyajı, fresh makyaj, doğal makyaj, bunlar mənə heç çatmır. Çünki heç sevmirəm heç birini. Əslində düz bəzən deyirəm, məsələn, çox makyaj eləmək istəmədiyim bir yerə məcbur qalsam eləyərəm, amma artıq o qədər də yox. Yəni o böyle şey vurub sözdə clean girl olanlar. Leave me alone. Mən clean girl falan deyiləm, messy girl də deyiləm. Normal bir girləm. İndi bugün simli bir makyaj eləyəcəm, parıltılı. Pinterest'dən onlara baxmışdım. Bəyəndim, ona görə bugün simli və parıltılı makyaj eləyəcəm. Ona görə hal-hazırda çox işlətməliyəm bu makyajımda. Oracam. Burada qəşəng eləyəmədim, amma yenə də düzəldəcəm. Mən əvvəlki makyaj videolarıma baxıram. Daha doğrusu uzun videolarımda makyaj elədiyim yerlərə baxıram. Və bu dəqiqə heç bəyənmirəm onları. Düzdür, siz elə alışmışsınız deyə sizə elə gələ bilər, amma yəni sizə yaxşı gələ bilər. Bəlkə normal gəlir. Mənə normal gəlmir. Kameranın keyfiyyətim çox pis idi. Əslində normal idi. Mənim kameram şəkillə falan qəşəng çəkirdi, amma video üçün eyni şey deyə bilmərəm. Bugün bir fərqli eləyib ağ liner çəkməyi yoxlayacağım. Əslində ağ linerim yox, ağ göz qələmim var. Bunu eləyə bilərəm yəqin ki. İçində qaldı, çünki evdə ağ liner yoxdur. Bundan da bacarmadım. Nəysə. İndi neynəsəm, indi həyat vurmağa davam edəcəm. Üzümün hər yerinə vuracağım. Çünki bu simli bir parti olacaq. Hər yerdə simlər falan olacaq.
və göz makyajımı eləyəcəm. TikTokda glitter make-uplar, yəni zərli və simli makyajlar çox var, popülərdir. Əsasən euphoria temalı makyajlar edirlər, amma mən ondan eləməyəcəm. Çünki Arçun temama uyğun deyil. Mənim Arçun temam boz, daha doğrusu silver və rose golddur, yəni çəhrayı. İndi make-upımı özüm eləyəcəm. Yəni öz bacarıqlarıma əsaslandım. Ona görə TikTok'dakilara baxıb eləməyəcəm, onun yerinə özüm eləməyə çalışsam. Bir də gözümün far falan çəkməliyəm. Çəhrə əyərki əgər varsa, ya gümüş rəngli seçəcəm. Bir də highlighter çox istifadə etməliyəm. Əsas olaraq burada daşlarım var. Belə. Bunlardan da istifadə edəcəm. İndi sizə tuş lazımdır. Tuşum da budur. Gözümə far və buralarına əlini vurdum. Dostlarımın da abartmasını istəyəcəm, çünki mən də abartacağım. İnşallah sadə gəlməzlər bura. Mənim hakkımda sadə ola bilməz. Bu bir qaydadır, qanundur. Kamera çox xoşuma gəldi. Yaxşı ki, iPhone aldım. Həyatımda aldığım ən gözəl Arçun hədiyyəsi ola bilər. Bir də piyamaydı. Başqa eləyəcək, daşlarım qaldı. Daşlarımı qoyacağım və dodağımı təbii ki, parlaq eləyəcəm. Gloss, şəffaf glossuna istifadə edəcəm onun üçün. İndi daşlarımı yapışdıracağım. Bunu açaq. Bunu tabii ki, səndən almışlar mənə, amma heç işlətməmişəm. Bir dəfə işlətmişdim, o telefon kablomu bəzəmək üçün. Bunlar çox gözəl durur məncə, bu daşlar. Mən çox bunlardan qoyacağım. Gördüyünüz kimi belə makyajlarda istifadə edirlər. Mən də abartı günü makyajımda eləyəcəm. İndi mən uşaq makyajlarında kimi belə üzümə zərlər falan yapışdıracağım. Deyəcəklər, ay bu nə makyajdır, səncə heç olub belə? Mən deyəcəm, sənə nə? Sənə nə yəni? Mənim acunumdur, sənin acun deyil. Ən dürüst reaksiyon budur mənim. Bu arada bayaq sözümdə dostlarımdan bəhsələmirəm. Çünki dostlarım heç elə bir şey deməz. Yəni nə qədər özəndiyimi bilirlər Arçunum üçün. Nəsə vaxtdan sonra bunun haqqında danışırıq. Arçunum haqqında. Yəni buna görə də relax. Makyajım geçmən bitti sayılır, amma daşlarımı yapışdıranda hamısı qopdu deyə kirpi yapışdırıcısından istifadə edirdim. O da rəng qoydu. İndi bunu düzəltməyə çalışıram. Makyajımı çox bəyəndim. Çox az liner seçdim, çünki makyajı liner çox yaraşar deyə düşündüm. Tam bir birthday girl oxşadığımı düşünürəm. Qarışıqlığa baxın, buna yığışdırmaq var. Neçə vaxtı sizə heç dolumu falan göstərmirdim. Artıq bir həftədir ki, dolumu tikdirib bitirmişəm. Yəni evdə də hazırda sayılar. Yəni bir həftədə evdədir və sizə hər indi göstərirəm. Sizə balaca bir spoiler. Çox gözəldir. Şarlarımın da, makyajım da rəngi ilə uyğundur. İndi geyinib göstərəcəm. Allahım! Bunu geyinib baxmışdım əlimdə. Çox bəyənmişdim tikicilərindən sonra. Amma heç belə bu makyajla falan görməmişdim özümü belə. Tutumda çox gözəldir. Çox bayıldım. Aşıq oldum. Arxasında bantik də var. Son olaraq saçım qaldı. Saçımı da düz eləyəcəm. Çünki yəni, bu görünüşə düz saç gələr deyə düşünürəm. İndi saçımı öyle düz köpük vuracağım. Saçım yanmasın deyə köpük vuracağım. Daha sonra düzləşdirəcəm. Həyatımda keçirdiyim ən gözəl ad günüm məncə bu il oldu. Dünən məktəbdə çox gözəl keçdi. Düz məktəbdə tort falan kəsmədim təbii ki. Amma müəllimlərim hamısı mənə təbrik elədi. Sinifdaşlarım hamısı təbrik elədi. Danışdığım, danışmadığım daxil. Hər kəs yəni sağ olsunlar. Və bu gün dostlarım sayəsində və ailəm sayəsində gözəl keçəcək.
Yəni 2 gün boyunca, daha doğrusu 3 gün boyunca xoşbəxtliyim gedir. Bir də iPhone aldığım gün qardaşımın ad günü yəni. Ona da çox minnətdaram. İndi saçımı düzləşdirdim. Düzləşdirdim. Orada sinərkən mən də otağımı tez yığışdırmalıyam. Daha doğrusu yığışdırmışam, amma içində falan şey qalıb. Paltar onları tez götürməliyəm dostum gəldiyində. Buralarım da boş qalmasın deyə zərlə bəzədim. Düz saç gedər, qəşəng bir şey yoxdur yəni. Yaxşı ki, anadan gəlmə saçlarım düzdür. Amma sadəcə özəl günlərdə də düzləşdirirəm. Ay, Nuray zəng vurur. Dırnaqlarını tak. Düzlə. Bunun yapışkanı var ya, sənə verim. Budur. Hə, içində. Bunlar da. Bir dənə yekəsini götür. Ən yekəsi bir sən hansıdır bunlardan? Ən tökün buramısın. Birinci bunu yapışdır. Bu yapışkanlar hanı? Elimdə biri. Buna sən seçim dərsin. Bunu götür. Bu. Hansı? Ən yekəsi. Bu. Ən yekəsini dırnağıma yapışdırırıq birini. Sonra onu soracağım. Ay, Biraz sonra. Kan bulanıqlaşdı. hansı tərəfinə? Bunu da çıxır. Yox, bunu bir daha yapışdır barmağıma. Yapışkan tərəfini. Hə, sonra o tərəfinə. Bismillah. Biraz qalsın, bastıraq. Oldu belə. Əyri oldu, yoxsa mənə? Yaxşıdır. Hə. İndi Bu gözləyirik. Gözləməliyik. Ay Allah. Bismillah, başlayacağım. Bunu bilirdim ki iPhone alacağım. Ay, ehtiyacım var idi buna. Mən də. Kavron rengini. Ha, bak o en geçeydi. Nuray, niyə demirsən Hadi sən kral belə? sen. Elə geçeydi. Bir dəqiqə, yaxınlaşdır biraz mənə. Heyecanlandım. Kutu açılma. Üstündeki Oh şeye bak. my god! Göstərir. Ay, göz. İyile bir tane. Çərək. Şimdi kalktı. Amma ki şeydir, adım yazır üstündə. Harada düzəltdirmisən bunu? Bilmiyorum. Onu bir üstüne adı yaz. Nə ki şeydir, ağlayacağım indi. Ağlama. Makyaj bakın. Bu şokolad. Mersi. Şokolad xəstəsiyim. Çox sağ ol. Ay, işıqları var ya bunun, işıqları. Yandı. Bak bunları yapıştırmak için bir əziyyətlərdən keçdim. Olsun. Anlar bak. Bunları biz də yeyərdik. Üçümüz, üç dənə sağ ol. Şimdi dedemle çek. İkilər var mənim kimi. Sənin daha qəşəng oldu, mənim elədiyim. Sinsaydan Pandora aldı mənə. Yalan. Dur arasın. Takarsın. Bunun yanına taxacam. Belə taxmaq olur. Çox qəşəngdir. Bir dəqiqə baxım çarmlarına. Yüreğe ne bileyim neyse var idi. Başka bilmiyorum. Şimdi o bir tane bak. Öləcəm indi, çox qəşəngdir. Ay en geçeyini bakmırsan. En geçey şeye. Çok istediğim bir şey var. Bağlı şeylərdən başlayıram. Ay, onun nə qəşəngdir. Ben de alacağım. Bütün üstündə qalacaq. Bu da nə qəşəngi? Yo değil. Görmüşsən o baydana şeyi. Çok sevdi yok ya. Baxın la. Oy da, bunu şeydən aldım, burtadan. Bilmirəm ama. Çox qəşəngdir. Ben almıştım birini pisiydi diye. Neyse bunu aldım. Qulasa ehtiyacım var idi. Artık ihtiyacım yok. İstədiyim maskaranı alıb gətirib. Vallahi. Gəl sən uzaqlayım. Ya bu da ne roman. O necədən aldın? Ya bir tane orijinal şeyler satan yer var Ay, bir nə yerde orada. qəşəngdir. Alacaq mı Olivia'da mən bunu? 27 manat ama ben aldığım yerde 18 manat. Nə yaxşı. 20 manat maskara aldım mən. Ağlayacağam. Ağlama yaxşı. Bir daha alacağım. Bunu tə istədilər. Ne bileyim oldu. Nə qəşəngdir. Ürəyim oxudu, alacaqdım bunu sizə. Artık aldım. Fikir. Bu neçə əsrdən qalıb mən. Olsun, qəşəngdir. Telefonumu yapışdırdım. Gerçek. Burada 2 dənə də ayağımla özünü alıb. Yok, Zahmet getir, eyle. getir. Fikir. Mən sən. Yok. Burasını saydan.
Mən pipetim qırılmış deyə. Şey olur, bunlar çartlayır, adam boğazında zadda qalır. Yox, mənki əlimdə çatladı elə. Taxan yerdə. Ehtiyatlı olmaq lazım. Bir dənəsi. O bölümdə heç bəyənmirdim. Mantıqlı. Köpən elini. Çox sağ ol, onun içində. Sağ ol. Heç birazdan kafe elədi. Ayrıca şey var, təmizləmiş. Təmizləmişim. Məndə var, yəni çox sağ ol. Özümə də olur. Ən çox buna sevindim aralarında. Mən bilirdim onu. Mən sənə spoiler vermişdim, demişdim. Maskara zat istəyirəm. Ən qəşəng oydu, hə aralarında. Vallahi hamısı qəşəngdir. Mənim də far paletim yox idi. Artıq var. Bəli. Hər damında qalıb. Mən niyə belə quru-quru atsam hamısını? Bunların zad var. Sürüşürü. iPhone-u alanda qışqırdım məsələn. Bunlar da qışqırmıyor. Atsa bilmirəm. iPhone-u neden de kışkırıyor yani. Yaşımdan qışqırım. Ayağımda bak. Şaka yapıyorsun. Bir tanesi belə zərli. Onu Bir tane zerrelere aşıktı. Bak kuru şeylere aşıktı. Sürüşürü. ben de sevindim. Deməli, Allah'ım hiç böyle hediye almamıştım bu kadar. Bu da şeydi. Allah'dır. Aldık. Anormal Aslında sonra aldık. bakarım. Neyse, da. Dolaq gəlimi alıb mənə. Bir şey yok, başka bir şey yok. Deyilsin. Bir şokolad var. Çok sağ ol. Var o. Çok sağ ol hediyeler için. Belə qoyum. Heyecandan. Aa, indi ayağını çekin, ayağını. Ay getir hediye. Ayağını. Ayağım. Atarsan piri böyle cüzdan. Deməli atabilirsen yani. Ay bu da kiko. Ayağını Ayağını köçürüp her şeyi bir dakika. Ayağını Onu el seçimi peki. Gül alıp gül olduğu için. Böyle çikolatlar 50 tane çikolata doldurmuşum size. Sağ ol. Şokolad sevdiğimi verirsen. Ay bunun da kutu var. Kutundan şunu. Dedim ay geçer. Tırnağım kopuyor. Ay o bir dakika. Hiç böyle Bir dakika bakma. çıkarır mı? Aa bir dakika. Şaka yapıyorum. Ay. Atarım ben. Ne kaldı? Kal dolu içine. Biraz sıkıntı yetin. Biraz. Böyle şaşırdım. Ne romantik. Ne romantik. Keçimiz. Bir tane de. Ha? 7. sınıftaki. Deməli şey. Kim derim? Olma. Ne? Bir şey var dudaklar. Ne şeydi? Kibri kıvranım var artık. Sponsum da. Biri var. Aa bunu siparişten istedi mi? Ben de o bir istedi. Bu da bir şeydi. Sen çok sağ ol. Var o. Ay o şey aç zaten. Şey. Aynı bir şeydi. Atası her yeri topladı. Ben bakayım. Göstereyim de. Videoma koyacağım. Ay o. Üzerine- Özenli. Aha. Özenli. Özenli bayan bu defa. Duygulandım. Başları kopup ya. Aklayacağım. Bu da gloss al. Gloss. Böyle. Zehra'ya. Tırnağım Neyse, gitti. Tırnağım. Neyse gitti. Bismillahirrahmanirrahim. Sen de çok sağ ol. Aa, bak kızım. Abi de burada çekim var. Orada bir şey yazıyor. Mırt çekim. Bu ne de? Mırt çekim. Bismillah. Ben bunu sabah uyarım sıcağını o sonra. Kinder çıkart. Hadi uzaklayayım. Gör. Maskara işte. Gözü bir tane Bir tane uzaklaştı tez ol. Bir tane daha. Bir tane uzaklaştı. Çekti. Çek. Nasıl ben sen get kucak. Hediyelerime bakın. Bu kadar hediye almamışım hiç. Kime? Ağlayacağım indi. Çok eğlenceli. Bakın. Oh my god. Ne de? Şapur. Şaka. İkimizi de yakıp kavuracak bu ateş. Yine gideceksen söyle, neden dilin susar hep. Ezberledin tüm yalanları, sanki buna değdi. Senden hala önünde duvarlar, dibe battım hala, yine düştüm dara. And I think this year I'm gonna be mean. Don't mess with me, I'm a big boy now and I'm very scared.
government. Jack your joint, I curse it. Have your cake and eat it. Baby, it's your birthday. Baby girl, you know what I wanna. Ayağım. Dedim bu. Tamam. İndi partimiz falan bitti. Bayağı yemek yedik. Tortu kesici zaten orada gösterdim. Geçen bir günüydü. Şəkillər falan çox çəkdik. Videoları da çox çəkdik. Biraz story falan paylaştık. Biraz söhbət edirik. Yani geçen bir günüydü. İzlediğiniz için sağ olun. Görüşəndək. Teşekkürler.